Videoya başlamadan önce kanala abone olup like atmayı unutmayın. Hoş izlemeler. Evet arkadaşlar, çıktık evden. Yığışıp bradiyakalar gedirlər hara? Şədir bizi hara aparsın? Vallahi Şeryan beyni evla doludu arkadaşlar. Yani ne diyeyim, ne söyleyeyim ki ne diyeyim. Diyeyim yani ne söyleyeyim, söyleyebilmiyorum diyeyim. Arkadaşlar. İlişiyorum arkadaşlar. Çünkü nakırıskadayım yani ya, nakırıskada. Da çöle çıkmışıq, kefi düzelt de. Yani çölde problemler halloluyor. Çölə onun üçün çıxdıq ki, nastroyeniyamız düzəlsin də. Çöldə dərd çəkməyə çıxmışıq çölə. Panik atak təsəvvür edən uşaq mənim gözüm qavandı qusa. Ne baş verir Pis qusduya uşaqlar yazın. Panik atak insanın karşısında biri qussun. Yani arkadaşlar çok ağır hastayım da, ben hastayım. Yani bunu yalnız panik atak olanlar anlar nasıl bir hastalık bu. Yani dünyada en korkulu hastalıklardan biridir. Bu Alzheimer'a da getirip çıkarır, ne bileyim çok şey. O da ki məndə əzlərimi itirmə qorxusu, travması ilə. O da çok ağır bir şey yaşayıram belə şeylərdə. Stres yaşayıram, ürəyim əsir, tərləyirəm, bədənim əsir, ayaqlarım keyir, belim quruyur. Böyle dəhşət bir şeydir arkadaşlar, deyiləsidir. Yox, yaxşı olur, düzələr. Panik eləmə, indi gedirik gəzməyə arkadaşlar. Mən açdım yenə o versinklərdə, sağ olsun. Hara aparsan bizi, deyəcəksən bizə bunu, etiraf eləyəcəksən. Gedirəm sizi gəzdirməyə də, deyirəm dünyada. Bayaq bir səhv eləyib 2 dənə söz vermisən ha mənə. Məni həm yeməyə, həm çay içməyə aparacaqsan. Sən ucu qatıqlıysan. Aşkım ikisi də Aşkım ben şey sağ ölmədi. Bir gündə çünki Mən də hər gün ağlayarım, sən nə yaparsın? borçsuz yaşayır. Şahidim var idi. Bu sözü kim Dedi, Ramiya dedi. Hə. Bunlar buradaydılar sən onu deyəndə. Həm çay içməyə, həm də yeməyə. Beynimi kızdırma, bende panik yatak var. Panik Panik yatır. yatır. Panik O yatar. panikada yatır. Neyse git yemeği al gel gedək. Yemek dediğimiz bizim değil arkadaşlar, Zeyde'dir. Git gel. Evet arkadaşlar, talpamı yığmışam, gedirəm davaya. Hafta evdə qalacaq günlər. Bu nədir? Baleci haftayım. Arkadaşlar yolda bir tane şirin yoxu yatdım. Bir tane Hala şirin mən özüm yoxu. Stafford'da necə yaptım? Aşkım dəli sənsən. Özüm önüm. Ayda Bir elə gözüm bil. açdım, gördüm ki yaşındır. Elə bil maşını gözləyirdim. Zeyd də yatdı, mən də yatdım. Sonra Məryəm də yatdı da səhv eləmirəm. Arkadaşlar maşallah gecədə çoxaldı küçəyə çıxanda. Evet arkadaşlar, bu köpüş de bize koşulup bakın bizden bir yerde gelir. Köpüş. Aa. Neyse getdi restorana, haydi let's go. Uşaqlar nətər yatmışamsa danışa bilmirəm. Şəhriyərə deyirəm ki, məni danışdırma, yoxlayın verin mən. Yer yox. Evet, yer yoxdur, ola bilməz, var. Naba geri qayıtmaq üçün bəhanələr. Uşaqlı anam mənəm, deyəsən mən birinci girməliyim. Yox, adam qadına uşağa yol verər, ağıllı ol. Bir şey oldu. Bunlar kurtkasız çıxıblar. Mən boyda arvad ceket geyinmişəm. Yox, xəstələnməzlər. Gəlin də yeməklərimizi seçək, cəmaət bizə baxır. İçəri vay şüvən kimi girmişik. Mahnı necə qışqırırsa, oxuş evlə qışqırır. Evet arkadaşlar, mahnının səsini Haydi. mahnının səsini boğmağa çalışıram. Davay. Burger. Böyük qız. Yo, do you burger? Ha, bilməyə qırır. Büyük kızma. Do you burger? Duyursan qırır. Do you burger yiyirsən? Duydum, qırır. Burger yiyirsən? Nədir o? Burger. Yo, burada qırır. Nadir keç bu yana. Sen burger. Do you burger? Duydum burger. Fərqi yoxdur Nadir üçün. Bulgur. Sen burger. Burger. O birlər həmişə burger. Tamam, zakaz eləyirəm. Zakazı bilmədim, nətər tez bazar vurum ki, şəhər pulunu görməsin. Çek yerinə də əlimi tutmuşam ki, arkadaşlar tez çeki götürün. 69 mu? Yox, buranın ondasın, Allah ondasın. Cırma yəni. Uşaqlar deməyin ha, axıncı gəlməyimiz olar, deməyin ha. Söv, getdik. Heç nə. Heç nə, ürəyin ağrıyar, baxma. Harada oturaq? Arkadaşlar yemeğimizi size göstereyim. Tam bir adet burger box. İçine açıp yiyebilirsiniz.
Dadlıdır. Dadlı kukladır. Yeməkləri gözləyirik arkadaşlar. Şəxsən çox açımdır, yəni həddindən artıq acım. Hətta deyə bilərəm ki, bugün heç nə yeməmişəm. O qədər yorğunam, yuxusuzam, o qədər narahatam ki, inansız heç nə yeməmişəm, dəhşətəm. Gəh bili bil bil bili bil bil. Gəh bili bil bil bili bil bil. Allahım. Deməli, deyim kimləndir? Bu Nadir və uşaqlarındır, boks. Bu acılı atanındır, buyur. Bunu axıra qədər yeməsən, evdə sənə abba yoxdur. Bu da mənimdir arkadaşlar. Özümə lavaş arası demişəm. Haydi nuş olsun. Bir dənə söz deyəcəm, xahiş edirəm. Çox xahiş edirəm. Bir dənə söz deyə bilərəm. Birdən 10-a qədər bir dənə rəqəm tutmuşam beynimdə. Bir dənə sən dinən, görüm kim düz biləcək. Dinən, neçə? Birdən 10-a qədər, neçə? Neçə? 13, birdən 10-a qədər. Bu nə deyir? 1.58'dir, 1.13 deyir, dinən. 9. Aa, Məryəm tapdın. Şokdayım, sən yemək yemirsən. Qoy yerə. Qoy yerə, kim tapacaqsa o yemək yemirdi. Qoy yerə. Şaka yaptım. Götürə bilərsən abratını, zarafat edirdim. Evet, sizi yok tapmamışdım. Sataşmağa adam axtarırdım. Sizi oyaladım ki, sizdən qabaq yeməyə başlayayım, amma hələ danışıram. Kameranı söndürə bilmirəm. Biri bunu mənim əlimdən alsın, zəhmət olmasa. Alın. Davay da swidanya. Özlemde belə romantik olmayı. Orada öyle. Arkadaşlar Lənkəranda təzə mağaza açılıb. Giririk biraz buranı gəzməyə görə Şəhriyara pul xərclətdirə bilirik, yoxsa yox? Yox. Nə? Baxım da bir nə var, nə yox, maraqlıdır mənə. Baxıram, prosta baxıram, qorxma. Ürəkli şalvardan çox xoşum gəldi, qəşəng görünür. Arkadaşlar, papatyalı qablara baxın. Çox qəşəngdir. Axırıncı düzəltdiyimizi gördüm də çart verdi, çartladı, ayaq altda qaldı. Buradan ağzına əyirdi, indi gəlib stəkanlara ilişib. Pinterest tərzi stəkan, bu qəşəngdir. Sonra kapiparalı stəkan tapıb burada arkadaşlar. Yox, qəşəngdir. Aha, bu da stitchli tapdı. Hər özünə uyğun tapdı. Aa, bunlara baxın, buzluqlar, buz qabları, nə qəşəngdir. Sən? Chicken ofşu tapdı. Chicken da o birincisi. İlk önce o chicken canım benim, kendini toparla, tamam mı? Ay Allah. Ay da buradaki buzluq, hələ şüşə pipetlere baxın. Xoşum gəldi burada. Onu bir dəfə bir sənədə gördüm, kimisə ağzının içində sınmış. Hə, ona görə almıram. Təsirlə ki, Amma qəşəngdir. yaydı, oturubsa pedzəni qan, isti kofe, şokolad. Yayda isti kofe, mükəmməl, almıram. Çünki düzgün izah eləmədin. Oy, yıxıldım ha. Allah vurdu bəni. Hə. Bəyənmədi, on görüntüsü yoxsa alacaq. Arkadaşlar Zeydi bəhanə elədi, bizi oradan çıxartdı. Mən də dedim yaxşı, eybi yox, yavaş. Bəhanə, həyat şahanə. Alıştıra, yavaş. Bu dəfə baxdıq, gələn dəfə alarıq, eybi yox. Getdik. Aa, qoyma şamonq canına, düşər. Leyləklər tapıldı. Düşər oradan, yazıqdır. Qonçun do eləsin. Aa. Bu arada geldik, çıktık. Görün hara, Fiora'ya arkadaşlar, Dosamol'da. Arkadaşlar Zeydi otuzdurduk kassada, gələcəkdə belə şak pulları saysın diye. İndiden iğne alsın, havasını alsın, bu havasını öğretsin diye sırf bura koydurdum yani çocukumu. Neyse, oyanıp, emin sen yemek istediğine. Ay öyle parmakları çıktı oradan, parmakları indi edit eləyərlər. My Sheila, oh my god, My Sheila editləri gələr. Ona bax. Aç da biraz üstünü. Aç biraz. Ay sağ ol.
Söhbət bilsinə oxşadı. Biraz üstünü aç, biraz üstünü aç. O həkimdə pampers dəyişmə söhbətinə oxşadı. Şəhriyar bir gün onu buyuran yerdə mən qapazlayacaq da. Gəldim özüm kömək eləmək. Görmüşəm onu aşkım. Arkadaşlar, demək Fiora'da uşaqlarınızla gəlib rahatla burada yemək hazırlaya bilərsiniz. Hətta uşağınız yüksək səslə burada xanəndəlik də eləyə bilər. Ya muğam, xanəndədən istədiyi tona qalxa biləcək şəkildə rahat hərəkət eləyə bilərsiniz. Все. Bayaqdan öncə uşaq yemək istəyir. İndi fisiyolladı. Все. Gözlə, bu termosun ağzı bağla. Termosun ağzı bağla. Həm ev xanımı, həm iş xanımı ora var, həm də uşaq yeyimiz. Soyut onu. Can. Çok qutardı aşkım, hazırdır. Dən belə eləyə bilərsən belə. Mənə qaynar suyu götürdü ki, çox soyuqdur. İndi suyu soyut. Hazırdır. Ver mən soyudurum. Dən bax ağzına. Allah. Bir. Allah. Çəkir kamera. İki. Yaxşı. Belə çalxalayın. Belə çalxalama ya. Belə yumru dairəvi. Çünki şey olur sonra qaz yığılır. Öyle çok öyle. Can. Gəldi. No. Qaynar deyil. Çalxala. Yaxşı, gəl dadına bax. Allah. Gəl də baxım. Allah. Gəl. Həyatım. Evet arkadaşlar, büyük buluşma. Çocuk yemekle kavuştu. Birazdan da hazır olun. Bir de ses çıkaracağız. Evet, indi Fiora'da çocuk nasıl partıldadabiliyor onu göstereceğiz. Yemeği gösterdi, yani bunu öğrenmişti. İndi de pırtıldatmayına da şahit değiliz. Sonra da pampersini değişip burada yediriyor. Fiora müdüriyetine diyor ki, uşaqlar üçün bu şəraiti qurduğunuz için çok sağ olun. Axırıncı dəfədə burada Evet. ayaqlar qalmışdı göydə. Doğruca arkadaşlar, axırıncı defa buradan doğuma getməmişdən öncə burada ayaqlar qucağımda oturmuşdu. Gələn müştəriləri elə qarşılayırdı. Yəni xeyriyyə qurumu Fiora. Öylədir yəni arkadaşlar. Bu arada dostlar, sizə bir məlumat vermək istəyirəm. Qısa bir ara verək. Instagramda direkt bölməsində bu hissələrə bəlkə tapsam screenshotları qoyacağam. İzləyicilərin çoxu soruşur ki, siz Türkiyəyə gələndə biletləri hardan almışdınız? Davamlı olaraq münasib bileti filan yerdən ala bilərsiniz dediyiniz saytın adı nədir? Görürəm ki, bəzi izləyicilərə bu məlumat hələ tam çatmayıb. Biz biletlərimizi Türkiyəyə gedəndə aviases.az saytından almışdıq. Bizim bilirsiniz də Şəhriyarın qohumları, atası, bacısı, digər qohumları, atasının yoldaşı və s. Türkiyədə qalırlar. Onlar da nə vaxt gəlib getsələr, onlar üçün bileti həmişə aviases.az saytından alırıq. Misal üçün Nadirin bu yaxınlarda anası ilə bacısı gələcək. Onların da biletlərini aviases.az saytından alacağıq. Aldığımız zaman da mütləq sizin üçün ətraflı çəkəcəm. Nəyə görə aviases.az? Çünki sizin üçün satışda olan biletlər içərisində ən münasib qiymətlilərini tapır. Biznesində, ekonomun da fərqi yoxdur. Ən münasibi harda satılırsa sizin üçün onu tapır və ən əsası da dolandırılmaq şansınız qəti surətdə ehtimalınız yoxdur. Əminliklə ala bilərsiniz. Yəni uzun sözün qısası, inşallah bu qısa müddətdə də bilet almalıyıq. Onu da sizin üçün çəkib paylaşacağım. Məlumatlandırma bitmişdir. Videoya davam edə bilərsiniz. Növbəti gündən hər birinizi salamlayıram. Günəş çıxıb, hava qəşəngdir. Arkadaşlar, bugün bəzənməyə vaxt tapmışam. Yəni bundan daha artıq modum yerində ola bilməzdi hər bir halda. Deyirəm ki, tək istəyirəm hər kəsin kombinlərini sizə göstərim. Axır bunlar bu taytları geyinib çıxdılar. Bu uzun naskı mənim favorimdə, çox xoşum gəlir. Bu da Məryəmdir. Bu da Şəhriyardır. Sənə o qədər minnətdarım ki, sən çox gözəl yoldaşsan.
Mən əgər bu gün bəzənməyə vaxt tapıramsa, əgər bu gün özümə vaxt ayırmağa fürsət tapıramsa, bu sənin sayəndədir. Yaxşı ki Bu varsan. günlər mən sənə kömək edirəmsə, vaxtında çata bilirəmsə, bu da Nadirin sayəsində. Düz deyir Nadir, sən də çox sağ ol, haqqı və halal elə. Sən də bizə çox köməyin dəyir. Gəlin. Ya Allah. Oturun. Yenə sataşır Nadir əsnad. Evet, gətirin. Gətirin bəbəmi. Qoy, ay Allah, nənnisi ilə bir yerdə gəldi, gözlə. Deyirəm, Allah Zeydin canını sağ eləsin. Şəhriyarın telefonunun ekranı açıq, içində ninni. Açanın üstündə oturdu, nə? Mən niyə qapqara oldu ayağım? Yo, mən açanın üstündə oturmamışam. Gözləyin arkadaşlar, yerbeyer olan. İstədiyim vaxt artıq telefona rahat erişimim var arkadaşlar. Zeyd sağ olsun. Bu da 2 gündür taxıb su kuşilərə. Gəl su kuşu düzəldir, gəl su kuşu gətirir. Aa, bu bizim o bir evdə olan su kuşumuz deyil. Mən almışım sədrətdən uşağı. Aa, hələ də saxlamışsınız. İlk dəfə bir bacı olaraq bir şey almışdı. Nə almışdı? Squishy. Gedək, hara aparırsan bizi? Gedirik gəzməyə görə. Arkadaşlar deməli Şəhriyarın bir dənə xasiyyəti var. Bir şeye taktı mı takır türklər demiş. Deməli Zeyd hələ doğulmamışdı. Biz Furqanda bir dənə ana qucağı gördük. Yellənirdi o baş bu başa, uşağı dik saxlayır da biraz. Şəhriyar dedi ki bunu alaq. Mən de dedim ki bizə o lazım deyil də, bizə kravat lazımdır uşağı yatırtmaq üçün, bir də kaleska lazımdır. Şəhriyar takıb o ana qucağına. Bir şey olmamış, misal üçün Zeyd biraz qusmur beri, o ana qucağına alsaydıq, indi bax dik yatışdırmışdıq. Zeyd ucu bir ayda doğulub, bu söhbət hələ bizim evdə ölmür. Gedək sən onu al, gözünlə gör, o uşağı oraya uzat, sən də rahatlaş, mən də rahatlaşım. Çok tatlı değil miyim ama Benim konularla alakam. Nasılsınız? İyi, İyi sen misiniz? nasılsın? Beni gördünüz değil mi diye kısıldınız. Neden kısıldınız? Yəni başladı. Təriflə hələ özünü, çoxdan da Güləm çiçəyəm, güllərin üstündə bir qonçayam. Əzilib büzülərəm, arı kimi gəzərəm. Hər yerdən toplayaram, evimdə bal yığaram. Hə, Ballayaram, ballanaram. hə. Sizə baxıb gözəlliyinizə hallanaram. Sərbəstəm, səristəm, bilmirəm necə deyim. Sizdən o yanası yoxdur, gözümdən mi deyim, sözümdən mi deyim? Dilim olsun, dilimdə çıxsın, çıban neyniyim? Allah eləməsin. Allah eləməsin. Çox sağ ol bu gözəl sənət əsərinə görə alqışlar. Təşəkkür eləyirik bizim günümüzü aydınlatdığın üçün. Bizi, hə, Ata bir sarı yaparız. ata zəhmət olmasa açıqlama ver, uşaqlarımı hara aparsan. Yox, gedək görərsiniz. Yaxşı. Gedək Sürpriz görək. dolu bir gəzinti deyil. Hə. Amma sürpriz bir nəfərin olacaq. Mənim, Diğerləri paxıllıqdan partlayıb mənim. kül olacaq. Mən də əsnatın sürpriz olduğunu düşünürəm. Mən də. Yəni sürprizin əsnat olduğunu düşünürəm. Evet. Ola bilər. Bildim. Mən bilmirəm nədir, Quran and olsun. Ben de ses değilim. Xəbərim yoxdur həqiqətən. Arkadaşlar bayaqdan bu pəmbiş aç kimi axtarırdım. Sizcə özüm. Nadir taxmışdı, hə? Sizcə bu açqı yaxşıdır bu kombindən yoxsa bu açqı yaxşıdır? Yorumlarda O su tökür. yazın. Hansı? Pəmbə? Tamam. O zaman pəmbəni takıyorum. Getdik gəzməyə. Neynirsən, neysən? Neynirsən? Elə demədi. Öpürəm. O nə idi Rabiyə? Getdik. Sağımdır. Nə oldu yenə? Evet. Bəli. Mənə də sürpriz. Ata o sevdi dedi mənə. Ata səhər hə, əslində dedi sənin sürprizin var. Amma Zeyd aslan öyle. Zeyd aslan doğulanda ata məndə ki sən rolik alacaq. roliki mən söz vermişdim. Sən niyə oğurursan belə? Manqalat elə. Məncə də çox özdə. Mən söz ver Rabiyə çatallar. Sən də Yaxşı, onda mən də sənə söz verirəm. Bilirəm çox fuşu atadan tez olacaq. Vurdu gol oldu. Vurdu gol oldu. Vurdu gol. Deyirəm bu taktika işlədir. Sana evzəni sana qurban olum. Bu taktika işlədir. Deməli, atanı tırkalayır ki, ata Məryəm belə dedi, sən mənə al roliki, qoy bunlar haqsız çıxsınlar. Sən kendini yüksek IQ'lu bir birey mi sanıyorsun? Mənə deyəcəksən. Əşrəf mi sanıyorsun? Sen kendini eşref mi sanıyorsun? Evet. Sendeki Sen reklam, YouTube reklamı kimi dəqiqə başı araya girirsən.
Fəlsəfəsini tanımaya düşürəsən. Anne hiç velosiped almağa gelmişsiniz. Yox, video üçün düşür. Uşağı ümidləndirməyin. Şəhər, sən dəqiq kiməsə sürpriz eləyəsən, bunlar ümidlənirlər ha. Bilmirəm, hala görə başımıza. Mən bilirəm də bu xasiyyətini bilirəm. Buna Nəysə, güvənməyin. saxla, tez elə gedək işimizi görək, gələk danışarsın, çox danışırsan. Yoo. Too Lexi. Yoo. Yaxşı getdim mən. Döyüləcəm yoxsa. Evet arkadaşlar, ilk önce geldi Furqan Mebelə. Şəhriyarı bu ninni nə deyim, rəğbətindən çıxardaq bir dənə. Salam, necəsiz? Şəhriyar, Zeydi qoy üstünə elə yoxla. Gör, yatırsa al. Yatmırsa alma boş-boşuna. Arkadaşlar, bunları deyirəm, baxın. Şəhriyar takıb bunlara. Deyir ki, uşaq yemək yeyəndən sonra da qusmaz dik saxlayar uşağı. A, bu qəşəkdir. Bax, qorumalıdır. Elə bilirəm. O daha dikdir də. Məncə körpə uşaq üçün çox dikdir. Bu da qalxıb düşür deyəsən. Həqiqi. Ayarı olmalı. Ayarı olmalı, düzdür. Zeydi qoy divanın üstünə hələliyinə. Əsli sən gücün Yox, çatmaz əsl ömrüm. Ağır qaldırma. Sonra bu da var. Bu da qəşəng görünür gözü. Bunun üstünə putulkasını zadı. Sonra beləsi var. Bu bayaqkindən də elə bilirəm. Sonra belə var. Ayda bunların yerlənmək, özünün yerlənmək xüsusiyyəti olsaydı, yox, onu demirəm. Özünün yerlənmək xüsusiyyəti olsaydı, şkafları zadı çox rahatdır. Zaret qaynanır. O, bilmirəm. Toklandı mən bildiyim qədərilə. Zeydi qoyardıq üstünə, yoxlayardıq. Görək yatır yoxsa. Bu yox məncə, o birisi. Qəşəng bir şeylərdir amma. Arkadaşlar, izləyicilərimiz bizim üçün məktub qoyublar Furqana. Bir dənə də belə yay gəlir, yelpi qoyublar mənim üçün. Bu arada işə yarayır ha, həqiqətən sərinlik verir. Doğrudan, buradan həmin çocuğa təşəkkür edirəm. Adını yazdığı bir şey yoxdur burada. Məktub zət. Salam Ofeliya ailəsi, mən sizi çox sevirəm. Qoyduğum hədiyyələr sənə,Əsiyə, Məryəmə, Rabiyəyə. Hacızadə Yağmur. Çox sağ ol Yağmur. Təşəkkür ederim. Yelpiyi mən götürdüm bilesin. Yay gəlir, sərinləyərəm özüm üçün. Evet, Şəhriyar əmi bir karar ver. Bu tokla işləyir. Yoxlamaq olar bir dənə. Görək uşaq üstündən uçmur. Mənim uşağım çox balacadır arkadaşlar. Bunun üstündə qalsa mucizedir, mucize. Arkadaşlar, Zeyd bir an belə elədi. Yəni bu deməkdir ki, xoşum gəlmədi, aparın məni. Biz də gedirik. Beyefendinin emriyle arabaya biniyoruz arkadaşlar. Gel. Ya Allah. Ya hak. Arkadaşlar, Əsata bir dənə qulaq asında görün nə deyir. Ay dostlar. Hə. Bir deyir ki, Şivan, bir deyir ki, onun sonu nə deyirdi? İndi dədi nə? İndi dədi. Asyonka, maskiyonka. Biri deyir, uşaq. Bez, pantanon. Biri də uşaq süt içməyib deyə söyür. Biri işbilən deyir. Biri şivən deyir. İş bilen. Biri də deyir ki, uşaq balaca olacaq. O keçimi aşkım. O olmamışdan qabağıydı. Arkadaşlar, mən əsəbləşirəm Zeydə. Başında bir ağıllı yoktur. Mən Zeydə əsəbləşirəm. Əsad əsəbləşir ki, uşağa niyə 5 pantoş deyirsən? O ne? Beş pantoş nedir? Arkadaşlar, nə qarım 10 milli adam məzələnə süd Bir içər. uşaq söyür. Təsəvvür eləyin, uşağa süd verirəm. Putulkanı hesablayıram. 80 milli, 90 milli süd qoyuram. 10 dəfəyə onun 2 saatı yiyib qutar. 5 pantovluq deyil nədir? Mən sən onunam. Özünü biraz hörmətli apar. Düşür. Yüzümde yemek geçer. O lençarını yaldız. Eləmə, bura bax, lençarını yaldız. Lençarını yaldız. Yeməyə, sonra yeməyə yer axtarsız, dadlı yemək istəsiz ki. Həqiqətən ağız dadına uyğun. Əgər xoşsa yanması, mənə zəng edin, mən gəlib şotuzu verirəm. Amma ki, həqiqətən dadlı bir... Sən canım, yalandan deməyəsin ki, mənim şotumu ver.
Həqiqətən Tezələ dadlı Seyid yemək qucağından yaparsınız, ilbiz kimi sürüşür. Mandarinə yalarsınız. Ona görə də Şəhriyar bizi Onu mandarinə dedim ki, gətirib. mandarinda harda olsa olun, Lənkəranda 16.35 taksi. Cənub taksini yığırsan 16.35'si havaya gətirin mandarinə. Sən mənim ömrümə oturdun işe bəs sözümü yığışdıran. Ayrıca bu maşına oturma olmadı, həqiqətən ömrə oturma oldu. Özümü yığışdır qurbağa balası. Kişi bala, Çək məndən. idmantı. Ne deyim? Sən məndən nəsən canlı? Neyse arkadaşlar, baş beni bu həqiqətən mən bu sefer at olmamışam, ana olmuşam. Gedim balamı yedizim gələm. Evet arkadaşlar, geldim mandarinde mançete. Pançete. Evet. Bunlar beni Bu da bulan bitlerine bak. Biri pança, biri suga, biri sunka. Ben kamera götürüyorum, ben kamera atacağım yani. En yasandı bende. 50 santimetr boyu var, 6 nəfər işlədir qabağında. 50 onu santimetre. da diyeyim ki, mandarinde böyle bir yer var. Alt gün eləməyə. Bu nədir? Market zalındayız. Nə Yani yaxşı. bütün tədbirləri burada var. Üstünde tabletler de var. O şey sadece girip görmürmüş, atı geldi gördü. Yox, burada bilmirdim ad günü zat, toy da eləmək oları. Ayın 23'ü masası sünnet koydu. Mən heç kabinet olduğunu bilmirdim. Bak burada kabinetler de var. Zeydin 40'ını Astalaniyada eləyərik. Sünnətini ya bir yaşını burada eləyərik. Əsnatın ad gününü Astalaniyada eləyərik. Otaqları var. Sonra uşaqlardan hansı istəsə onların misal üçün ad gününü burada eləyərik. Çox qəşəngdir. Öyle yeməklər də ki, Yeməkləri həqiqətən dadlıdır. çox yani dadlıdır. Yəni, Gəl. sırf yeməklər Oturaq. bir də xidmət vəbşi. Gəlin əyləşək. Necə oturaq ki bunu Neyse bu iki dənə oturur. bu 2 dənə də. Şu. Sen otur burada. Mahnıları xodunu alın tez. Bu nədir? İnternet kluba gəlmişəm mən. Hə? Hello arxada biraz çəkil arxaya. Hello kameranın səsinə işlən kimi mış kimi Şəhriyarın arxasına gizlənsən hə? Ne olub uşaqlar? Əziz izləyicilərim, Rabışımın nə deyib siz onu belə dəyişirsiniz? Nə oldu? Sən yaxın durma ya uşaqlara, ölüm sənsin. Hə. Hər dəfə Ne bir dənə deyib siz, mənim preçin. balamı belə dəyişirim? Mənim balam birinci götürmə yanında açıqlıdır idi. Mən biz ona bilməm getdi açıqlı tapdı. Mənim balamız buruq saçları vardı, editlərə baxın. Buradan da çolqası vardı, 3 tik olmuş belə burulmuş. Gözlə. Mənim balamın elə... Hə. Saçı buruq idi. Buruq idi saçı, nədir üstünə saçları düz oldu. Adının içine tezgah. Ketaten elə saçları. Keratin. Ha, keratin belə gözü çatmadı onun saçlarına. Olmalı. Dürüst şey qolunda nə buna? Rezin. Qolunda heç nə yoxdur ki, qara rezin taxsan ürəyin nə istəyir bilmirik. Keçdi bənövşəyi. Bənövşə rezin. Qurban Allah'a bilmir kimdir bu saat taxır. Benim de ofşandan şunun. Səsi də dəyişir, mənim mi? Arkadaşlar deməli Rabia ne deyir? Ha. Rabia telefona Sonra- baxır. Ha. Camaat deyirəm açqısını taxıb yazını oxuyur, yazı nə deyir? Aşkım dumanlı görüyorum. Rabia açqını çıxartmışdı, yazı oxuyurdu. Oyunları açqını tutub, yemək yeyir, əli yağlıdır. Açqısını şüşəsini beylərdi, ata. Deyəsən duman deyir, yollar zatlar, deyirəm, hə, deyir, dumandır. Ata, video çəkir axı, açqı gözündə, kameranı sil. Sonra öz açqını sil, hər yeri dumanlı görsən, bizə kameradır. Hələ çay içəndə görəsən buxar vurur, elə bir maşın şüşəsidir. Ama aşkım o sistemden sipariş vermiş. Ha, ikinci də ki, dostlar, onu da vurğulayayım. Nadir kommentlərdə yazmış ki, Nadir nədir, sizin nədir, belə Nadirsi, əzlərəsi, pırtı sıxar, nə bilim, söysə, zarfad. Demək, uşaqlar, Nadirə niyə əmi demirsiniz sualı? Çoxdur, həddindən artıq kommentlərdə hamı deyir ki, niyə Nadirə əmi demirsiniz? Mən Nadirlə yaşıdam. Sən də 23-dür də yaşın Ha, düzdür. çünki Mənə 23. ofuş deyirlər, Ofelia deyirlər, Nadirə də Hə, Nadir. çünki ofşa heç ana deyə bilmirlər, Bacı nəyə da görə deyirlər, demirlər heç. babası da deyə bilmirlər, çünki ofşa heç saymırlar, yəni... Ne alaka yani? Nə əlaqə? Yəni, hə,
uşaqlar bu axır zamanlarda Səncə o qara şoku çəkin də ortalıqdan, bayraq kimi düşdü onun üstündən. Qurban Allah'a blok 3 kimi uşaqlar Sağ ol. Nadir yəni onlarla dostluq edirdi. İki də ki kommentlərdə görürəm ki, əslində ağ yuyub Qara sərlər. Əsl Nadirə çox artıqlıq edir, tərbiyəsi. Onu deyim ki, Nadirlə əslən ən birinci evdə dostlaşan, bir-birindən yemək pişirirlər, bir yerdə məsəl üçün evdə işlər görürlər, bir yerdə, yəni Nadir bütün işləri Əsliyə buyurur. Nadir nə üçün? Yəni nə üçün? Mən uşaqlar işlənə bilmirdim də, yəni çox ərkən böyüdülər, amma Nadir var. Mən də işlədən Yox, sən yaxşıydın. Zarafatlaşa. Ən ərkən sənsən. Əslində Nadir də onlarla uşaqlaşır. Uşaqlar da Nadir. 5 qəpiklik zarafat elədim şu an. Deyirəm ki, əsnata sən ərköyünsən, belə baxdım mən deyirəm ki, yox, çaşdım, ərköyün deyirsən, arvad köyünsən. Bu da mən 5 köpüklük zarafat sistem, al işləyin, xahiş edirəm. Sən mən deyəm, elə demədim, ödə. Uşaq yoxdur, nəsə. Demək, sonra da yazmışsınız ki, Zeydin niyə qucaqda tutursuz, bıraxın bu yerisi, Zeydin ərköy nerisi, Zeydin indi yeliyən vaxtı. Ya, uşaqlar. Atalıq da bir şey soruşuyorum. Sen ne tarafta oturmuşsan? 5'liyə görə. Niye biz burada uzaq oturmuşuq? 5'liyə görə. Məni atıblar dünyanın başına. Kişi xəyradı, iki oldu. Rabiye geri döndü. 2 dənə stolu götürür. Ne? Rabiye 2 geri dənə döndü. stolu götürür. Erol. Al öyle. 2 dənə 5, 2 dənə stol oldu. Daha böyümüşük. Azvad neçə nəfər? 3, 4, 3 dənə siz, 5 nəfər takıldı. 6 nəfər takıldı. İndi olmuş 7 nəfər. Ala Murad da Nigar'da sabırcı biliyordu geldi. 8, 9 nəfər. Nihat da əhd edim ki, mən evlənsəm, mən də gələcəm. 10-11 nəfər. İnşallah Allah'ın köməyi ilə eşqiya, yox, Ruslardır. Mən ən böyük xəyalım, mən aşirət. Mən valla bir şey deyim, mən ən böyük xəyalım, qızlar var aşirətə gəlin getmək istəyir. Amma mən aşirət qurmaq istəyirəm. O da hamını toplamışam başıma. Aşirəti quray. Nadir şokdadır ya. Siz birincisine baxanda biraz çəkirsiniz. Uşağı demirik, qorqoğum Gəlib uşaqlar özünüz aşirət qurmaq istəyirsiniz. Gəlib uşaqlar aşirət qurmaq. Yox, mən. Biz hamımız buradakən hamısı yetimdir də. Mən qan bağı olmayan aşirət qurmaq istəyirəm. Başa düşdünüz? Başkası güçlərin göstərəcək aşırı. Yox, amma tohumlar, məsələn Murad, Nadir, Nihat, öyle hamısı evlənsə, elə uşaqlar hərəsi bir 30 nəfər bir dənə panket alıb doldurur. Hə. Oldu aşirətdir. Mən istəyirəm Hərəsində bir-birinə bir sahədə. xanımın düşməyi problemdir. Hə. Mən istəyirəm ki, qan bağı olduğu üçün yox, ürək bağı olduğu üçün aşirət olsunlar. Başa düşdünüz? Ürək aşirəti. Heç nə aşkım, yeməklərin gəldi. Nuş olsun, yeginə. Mən boşa düşməliyim. Çox sağ ol əzizim. Heç nə, başım bıraq. İnşallah aşirətdən acır. Bacıya nə olar Sezar salatın bir dərsi. Buranın Lənkəranda mandalinin Sezar salatını. Əsatla bizi atıblar bu küncə. Özləri oturublar orada qonaqlıq verirlər. Görün də, görün. Bu da bu boyda sütü 2 saatdə yeyib qutarmır ki. Mən də tıxım. Mən tıxmasam sən tıxa bilməyəcəksən. Aman ver tıxım. Ye qutar da. İndi yorumlarda yazacaqlar. Zeyd üçün adalət, Zeyd üçün adalət. Nə istəyirəm mən Nəşəri, niyə elə baxsan? Nəysə, nuş olsun. Yeyin. Ondan sonra görək dədəmiz sizi hara aparır. Qurban Allah. Evet arkadaşlar, mən başladım yeməyə. Özümdə yeni özəllik kəşf etmişim. Tək əllə yemək. Bacardım mən bunu. Yəni Azərbaycanda çox yerlərdə mən bu Sezar salatını yeyirəm. Hayır, güzel şey. Hə. Bu günləri Əsli qapın bağlı. bir yerdə içəcək. Bəli. Qapın bağlı. 100 vuracaq. Bəli. 100 yox, mən 200. Düz deyil, uşaq öyrən. Bimin... Ya Məryəm, belə şeylə zarafat eləmək olmaz. Belə şeylə o oğul anasıdır. Oğul da olur. Sizi. Bence
içməlidir, amma içməlidir. İç, sonra tövbe et. Tövbə niyə eləm ki, mən kişi böyüdürəm. Yadında o videoda zarafatsız bir dənə sənin xahiş edirəm 200'lük mən üçün zakaz elə də. Yox. Sən kimsən ki? Sen kimsen dedim. Sən kimsən ki? Estağfurullah. Nə deyir? Aralarasın. Bak arandıransan. Pişkan öyrənmişim. Çox yox 200 milli. Bir de otuş öğrenmişim. Bax bu 120 millidir. Mən 200 bundan biraz çox. Zakaz elə Şəhriyar. Niyə icazə vermirsən mənə? Niye alırsan? Cennete gitmeyecek, cehennemi hak edelim. Mən üçün zakaz elə də xahiş edirəm. Ciddi deyirəm. Baba ne diyor? Zakaz elə zəhmət olmasa yaşılından olsun. Hə. Yaşı şərab olur. Şərab İçməsimi deyəsən. Allah'ın da olsun tərxun deyil. Şərab Geldi. Tərxin Bir de zahmetli şeydi. Geçen o 200'lüğü götürebilirdi. İki tane diyeyim. hə. Bir defa Bir dəfəlik o pişirdinə mən 200'lük içəcəm. diyelim. Deyirəm. Bir çay bir de buranın mesleği Çivi. Ne oldu? Rap partiydi. Yani olay önemli ki ana sipariş ediliyor. Aşkım 200 çay stəkanının tutumudur. Stəkan var çay içimiz o 200 millidir. Pirog pişirəndə, tort pişirəndə ben nə ilə boşaldırdıq? Yaşlılar nedir? Kivi mürəbbəsi. Məryəm əslində düz elədi. Təxmin yürütdü, tutmağa çalışdı. Nəyi nəzərdə tuturuq, amma düz təxmin yürüdə bilmədi. Nasıl inanmamışım? Qraf sizə heç birisi ciddi anlamıram. Nadir, sən bilirdin nədən söhbət gedir? Nadir. Bilmirdim, ben hazırlaşıyorum. Nadir hazırlaşırdı içəcək. Nadir'den olsun kulaktan. Ben de bana bu cümleyi de bağışlar sabah eylemeyeriz. O da deyirdi Şəhriyar ki, tövbə eləyəcək, sonra tövbə eləyəcək. Yazın neçə vaxtı sigareti tövbe edip sigareti tercih edebilirim. Her gün çəkin. Zarafat edirəm, zarafat edirəm. Hə. Rəy patladı. Nadir, maşallah, Allah hər evə belə bir yol qismət eləsin. Nə çəkir, nə içir. Ancaq yeməkdən yemək yərir. Bərəkədən olsun. Axşam oldu, saat 12'ni keçdi. Hətta oyunların saat 12'ni keçmişdi. Biz dua edir. Deyəm, niyə ki, Allah mənə bağışlasın, bu ilə gec yatıram. Allah, bax bu hər gün namazda yeganə insandır ki, namazın girişi ilə çıxışı eyni olur. Allah'a astagfirullah vızıb atır gəlir. Namaz işte çok kahve geliyor abi. Düzdür, Nadir otağa girməklə çıxmağın bir Aşkım girir. Girir beri Bismillahirrahmanirrahim oldu sağ olun mən Bir getdim. saatda dəst namaz aldı, təmizlənməyə bir saat çəkir, otağa girdi. O şey sərdi belə, sərdi. Buradan sərdi tutsadı yığıldı, nə oldu? Nadir deyir, heç Bismillah. 3 dəqiqə çəkir, ən çox. Mənim ki gedirəm 4 günün qəzası. Gözlə mən oraya gəlim qapqaşığın səsi. Mənə ki gedirəm 4 günün qəzasını qırmayan. Hə. Getdi, otağa girdi, mən bu otağın qapısını belə açdım, qayıtdım, nəsə yadımdan çıxmış, bir çıxdı. Yok, onda uşaqlar sanırmışdı. Dedim qutardın, deyir ki, Şəhriyar 4 günün qəzasını qıldım. Ne olsun sana? Bu belə namaz qılsa var, öz qəzalarımı da ona verəcəm, mən baxacağım. Nerede namaz kılanda ata içələmişik, telefon götürüb qaçmış diye. Hə. Götürüb telefonu bir götürüb Nadir benim varını sana. Şu mələklərə salam verib dururdun Nadir telefon. İstəyirsin. Namaz kılmayıb, salam Namazı verir. tutarmışdım, Allah diyor. Özü möhür əvəzinə telefonu qoy kamerada. Vallahi yok, mühür koyacağım. Özü bir tane al koydum mühürdü. Maşallah, maşallah. Allah bütün evlatlarımıza belə bir evlat necə deyirlər? Nadir öz aramızdır. Yox. Belə bir iman Bu qapını bir dənə bağladı. Belə mömin bir qardaş nəsib eləsin. Allahın adına olsun deyirəm. Allah onu zahir oturuşa var. Necə ciddi də. Bir də oturuşa var.
Bir de onun nuru saqqalı Almanca. Yusuf'un kinosundaki 160 kilolun aparan olan var. Adı təzdir yadından çıxdı. Allah'ın adını almışsa o orada olsaydı bunu gösterdi o kinoya. Nur var, Nuranilik. Nuranilik var. Görürsünüz Əsədin qızalığı qoymuyor. Aslında da qurban olma Allaha o 160 kilosunda qara oğlan var. Ne qədər? 160 bölümdən ayrılmıyor. Həmin ne qədər odur. Bir dənə söz soruşum. Zarafatsız Nadir, sən bizə gələndən mən cəmi cümlətlərini 2 dəfə sənin səccad üstündə görmüşəm. Qafqanda olursunuz ki, mən saçada üstünü görərəm. Dinan da bunu da. Dinan da. Deyəm, mən bu sözün altında qala bilməm. Gecə səhərə kimi oturur bütün gün Zeyd. Ay Allah, qurban olma. Böyrümdədir, bir dənə baxın. Mən burada otururum. Böyrümdədir. Köpoğlu. Böyüyəsən. Mənim sözümdən bir dənə söz çıxardasan. Bir dənə sözünü... Yo, onu öldürərəm də yəni. Ciddən, belə atanın üzünə qayıtmaq üçün adamda gərək baş olmayam. Bax, mən bu şişimi əməliyyat elətdirmədim, səni gözlədim. Səni gözlədim ki, gəlsin mənim olam. İndi də sən gəlmisən deyə gedim. İndi gəldiyi görə elə bilmirəm. Bütün gün oturur şişimin üstündə. Şişimin üstünə qoymasın, qaskara bilmir. Şişimdə acayip bir şey var, sihir var. Allah'a qurban olum. Zeydi belə dayanmıram özümə. Zeydi belə insaf dediğini yazırlar, ne yazırlar? Maşın bir dəfə təmiz günü yoxdur. Zeydi belə dayanıram qarnıma belə. Bir də qarnımdan belə sıxıram belə. Gəyirir. Bir dənə belə sıxıram. Odur mənim qucağımda gəyirmir, sənin qucağında gəyirir. Onu sıxıram belə. Hə. Ata qoxusuna öyrəşib olmadı. Bir dənə söz deyim, bağışlaram, bir sözünü kəsirəm. Arkadaşlar mənə öyrətdilər ki, uşaq qucağa alışdısa, sənin qucağına alışdısa, günün qara oldu. Mənə gəldilər gizlincə dedilər ki, onu Şəhriyarın qucağına alışdır, Şəhriyarın qucağına alışdır. Elə də elədim. Buradan da o sözü deyənlər deyim. Bir Saadət xanım deyib buna, Şəhriyarın qucağına alışdır, Şəhriyarın qucağından düşməsin. Bir dənə də Aygün xanım deyib. Bəli. Çox sağ olun, Allah sizdən razı olsun. Bəli. Mən bunu bilmirdim, bu günə kimi əziyyət çəkinib, bu söz saxlayan deyək, bunun qulluğum yoxdur. Buna saçım sir verərsə, bu qulluğa səhərə kimi yata bilmir sir olanda. Oturur pəncərə alanda, kukuluku. Adam axtar, bir telefon kontaktdan girir, adam axtar ki, Yalansa. bütün başlasız döysün. Yox, yox. Ata mən bu çocuğu olacaq. Ata? Hə. Kim dedi sana? Heç. Evet. Arkadaşım, mənim başımın böyüklüyünə baxın, mənim dodağımdan deyib sənəsi. Yaxşı söhbət yadından çıxdı atam. Ay Allah. Beybilə başım artıq deyil sənin başından. Ne boyda baş deyil bu? Amma kabini Arkadaşlar, Zeyd Ofeliyan qarnını uzay edəndə dedilər ki, Zeydin başı böyüdü. Mən belə baxırdım belə atasına oxşayıb. Uşaq çıxdı heç də. ata bu kimi hər kəs olacaq. Ne yazır? Görüşü öyrənmiş. Gözləyin. Gözüm görüyor. Batı görüşü öyrənmiş. Yok, bile yok. Ne yazır? Asıl nəddin sən? Bir də deyim. Mən demişəm. Bir də deyim. Yok, nəddin sən? Nəddin? Hə. Nəddin o? Dedi atam mən üçün hədiyyə alacaq. Kim deyib bana? Sən. Ata evdə dedin də. Başında da onda bizi. Nə? Mən sizə görüşmə öyrətdim. Bax. Hocam, Mən həmişə hocam, Bizə sən. sən bayaq Yo, mənim yo, haqqımda uzun. nə deyirdin? Sən buna bax. Sən bayaq mənim haqqımda nə deyirdin? Boğazında qulğumu yoxdur. Bəli, sir qalmır ağzında. Ama yox, mən söylədim. O bir bu deyil. Hə. Belə. Təzə salamlaşma. Məsələn, sən belə vursa başladın sən. Ama biri də var qalmaya. Belə, belə, belə. Belə. Fırat. Belə. Ürək. Ya Allah. Biz bir ara belə eləmişik. Məktəbdə sinifdə gözəcə 11-ci sinif, 10-cu sinifdə öyrənmişdik. Və səhər gəlirdik, belə başlayırdık görüşməyə.
Belə, Bir də 7-ci dərsə belə, sən vurdurdu birinci dərs qutarırsan. Yine bizimki daha kreatif değil. Ha, ben Yavrum. kaptırdım abi. Hayır, Bu da bak. Ne oldu parmağıma? buna da. Ne oldu Rabia? Gözlə. Hara ged? Ne istəsiz? Hərimiz bir rojadasız. Laləni dindirim görə. Lalə yaman dostudur. Nizami'nin dostudur. Elədir uşaqlar. Mən deyim ki, mamalar hər şey bilirəm uşaqlar. Çalışın bu görüşlərdən istifadə edin. Məsələn, öpüşüb görüşmək, dost tanış görmək. Qısa qaçıb bu görüşləri ləğv edin. Köydeki görgü uşağına bakın. Nəyə? Görgü uşağı. Gör nə geçən görüşlər. Allaha dua eləyirdin, onda gördün Nadir. 100%. Namaz kılırmış önce. Hə 100% mən sənə deyirəm. Hə. Ben öğretmişim. Yalan bir biraz. Gözlə aşkım, Atagil çəkirəm. Bir də. Ben Bravo. Bir tez olun da tez olun. Çok güzel. Aferin ben şey, cesi. Hə. Yallah. Bak. Hə, mən bilirəm onu. Çok bir şey bakın da. El-elə heç kəs düşməsin. Mandıralı, şaptalı. Dostlar, çok aşağı. Dostlar kuşağına bir tane bakın dostlar. Çok şey değil. Beləyəm, mən beləyəm. Necəsən? Dırırırırım. Məryəm Əsnad, məni qoyub Məryəmlə evlənsən. Oo, qəşəng. Əri səni. Hə. Yallah, buyurun. Kisi bir aşk hikayesi. Siyah beyaz bir toz gibi biraz. Tərk elədin Məryəmi, ayıb olsun sənə. Gəl, yo, mən qələt eləyərəm, gəl biz getdik. Kocam. Sen ne de xəyanət edirsən dayanmadan. Kimə xəyanət? Bana koca olur sen. Sən mənim adımı, Kocam sən mənim adımı kontaktda kocamdan dəyişib ağ ürək qoyanda bilmirdin kocamı dəyişdirəcəm. Daha qəşəng, daha qəşəng. Xeyr, mən kocam qəbul eləyirdim. Ay yaxşı koca. Hə. Sevgilim qoymuşam o birini. O birini işlətmirəm mən. O biri o nəzrindədir, iş nömrəsidir o. Düzdür, nəzrində də. Getdik kocam, gəl. Sağ bunu ortamıza döyüyordu Məryəm. Daha sıxışdırın hər tərəfdən. Sıxışdırın karnınızla Rabiyəni. Sıxışdırın. Yani. Ne bileyim sizi Rabia'yı dövmək istirdim. Sonra birdən-birə aşk moduna keçdim. Hamını qucaqlamaya başladım. Setim qaçdı. Getdik kocam. Adımı qadağandan çıxaracağım. Mamadım bir sana koyup bu eşek. Daha ne bir tane qadağan, bir tane de böyle X. Adım elə qoyup. Sen benden daha önemlisin. Məryəm, bir də yanaşı qalın. Məryəm, sən keçmirsən Rabia'yı. Ayağını kaldırana bundan daha öndür olur. Ama aşkım. Ye. Hə? Nə ordadır? Nə ordadır? Nə ordadır? Gaz tüpü takmış. Adiyan, mandarini eşirlər. Niyə eşirsiniz cəmaatın yerini? Nəşrabiyə, Əsad, ayıb olsun. Bana güvənməyin. Ora nədir? Bəlkə burada ata ilə özümə toy eləyim bir dənə. Burada? Hə. Hə, yerləşmərik bura. Məncə yerləşərik. Karşı bizim qohumla köçürü baxır. Vallahi deməday. Orada kabinetdir. Yaxşıdır. Mən bilmirdim burada kabinet olduğunu. Həqiqətən. Rahatdır. Bilsəm çoxdan elə gəlib burada oturardıq. Çayım gəlir mənim 200-lüyüm. Ayağım yerlərəm. Yok, gayet temiz. Sen yaraş. Benim de duman Bir dəqiqə sakitçilik. Məryəm, danış. Ben daha şu seyrettim. Ben otele giren Muhammed'de buradan gördüm aslında büyüyor. Kızıydı. Sen de değildi diyorsun. Burasına kedesine kısa gibi. Hə. Saat
Danış dökül Məryəm. Kim? Kameranı söndürürsə daha sən. Yox, kim kimə? Bunu Nadir belə görsəndə atıb deyir ki, yaraşmır sana. Allah'ın dostu Sən mənim ərimə niyə qız göstərsən? Elə olmayıb. Mən danışım. Silməyəcəm bunları. Yox. Mənim uşaqdır, bilmir nə danışır. Səndə də qız şeydir, mahnı oxuyur, müğənnidir. Hə. Deyirsən də, gör necə oxuyur. Dedim ki, Biabırçıdır. dedim biabırçılıdır. Hə. Dedim biabırçılıdır. Dedi ayarlayayım sənə. Dedim yox. Ayarlayım sənə. Nə? Ben gayet edeceğim. Bir də ayarlaya bilərəm. Mən dedim ki, mən evliyəm. Mən elə şeylər sevmirəm. Olmaz bir də axırıncı. 100% yemək. Burasına inanmadım Nadir, narahat olma. İnşallah o günləri xahiş eləmişlər ki, sizə satırlar. Çox sağ olun. Mandarin əyləncə mərkəzinə bizim üçün Hər yerdən məktub yığa-yığa gəlir. siz çıxardım. Ay mürəbbə, buranın bu mürəbbəsi bir də Səzər. Onu bu tərəfə gətirin, mürəbbəni mən tərifləyirəm, sən də mənim tərəfə. Çox qəşəngdir də, bilmirəm kimi mürəbbəsi heç yemisiniz uşaqlar. Mən burada ilk dəfə yedim. Yəni həyatımda yediyim ən gözəl mürəbbə bu mürəbbə oldu da. Amma başqa yerdə belə dad vermirdi. Nə yalan deyim. Harda hazırlatdırıb gətirirlərsə çox qəşəngdir. Gələndə bura bir dənə bu mürəbbənin dadına baxın. Mənimdir, sənindir. Mənə verirsən. Yox, mən kocamdan başqa heç kəsdən hədiyyə qəbul eləmirəm. Bu nə vaxtdan ayrıldıyım mənə? Sən mənim adımı dəyişəndən sonra mənim kocam əsnat olubdu. Telefonda adını dəyişir. Ağurey qoyub. Nadir nasiyəsini yapır. Bəli, mən də gətirirdi mən qolbaq vermək. Mən də dedim mən kocamdan başqa heç kəsdən hədiyyə götürmürəm. Ata evlənməmiş bəsən. Niyə? Nə? Niyə dəyişirlər sana? Bilmirəm. Küsürlər Yo, hə? Özün də. Küsübsən? Sən küsübsən? Küsmüsən? Yox, Ola bilməz axı. var. Allah'ım da sen Ola bilməz bizə çökür. Sən belə qurtlar var. Aa, ya çiftlenmişim. Yeni kocam əsnatı elan eləmişəm. Ha. Ana qoymuşsan, elə də qalıb. Sən mənim adımı ana qoymuşsan deyə atanın telefonunda mənim adım anadır. Ana değil, anam. Anamdır. Salam kuş. O kuş. O kuş. O oynadı. Salam o kuş necəsən? Mənim bu Dur da dur. Gör anonla necə şit zarafat eləyir. Dur ayağa da dur. Yekə kişisən, dur. Mənim bu məktub. Çox sağ ol. Çox sağ ol. Bu mənim sənə yazmaq səbəbim Gələ budur. sizi görməməkdən yaxşıdır. Çək onu. Hə. Sizi görmək istəyirəm, amma bu mümkün olmadı. Mən sizin ailəni çox sevirəm, amma sizi sevmirəm. Ən çox da əsnadı sevirəm, Zeydi sevirəm. Təbii ki, sizi də sevirəm, amma onlar balacadır, mənim kimidirlər. Mən ona görə onları çox sevirəm. İş nə vaxtsa mandarinə yolunuz düşsə gəlsiz, bu məktubu götürün. Və götürəndən sonra da bunu oxuyun. Nömrəmi qeyd edirəm, mənə zəng eləyəsən, belə də olar. Elə də olar, belə də olar. Adın nədir, bir dənə adını da oxuyum. Zeydi Aysel Maçıqoçi. Hörmətlə Aysel Maçıqoçi. Aysel, çox sağ ol. Belə gözəl sözləri öyrən. Baxın, sizi verdi ki, mənə otursun belə yemək yesin. Çay içməliyəm də mən. Mənim çocuğum var. Mən yaxşı yeyib içməliyəm də. Nadir pis vəziyyətdə qoydun, durdun, çəkdin onu. Ağlayar indi. Nadirə şimdi baxın mənim ərimə qız videosu Ben ona kız videosu göstermedim. Ona farklı bir şey gösterdi. Şeyini göstərmə. Onu dəfələrlə gördüm. Bəyan olmadan geri gəlir bir dənə. Hələ önlə telefonu qalır Axı eyni yaşdadır. Nadir. Nə ancaq yazıb. Özə ayarlayayım deyimlər. Oh my god. What is that? Allah Səndən gözləməzdim. Dözməzdim. Həqiqətən dözməzdim. Söz həyat budur. Mən Nadir'i evləndirmək üçün qız axtarıram ki, ailə qursun. Nadir məni boşaltdırmaq istəyir. Ben ona kız göstermemişim abi. Ona farklı bir şey Yalan değil, gösterdim. göz gösterdim, gördüm. Allah bu gəlişlə bu məni bədbəxt eləyəcək. Hayır, sizi dinlemeyeceğim. Kendi bildiğimi yapacağım. Şeylə deyil. Hayır, sizi dinlemeyeceğim. Dimlim. Kendi bildiğimi yapacağım. Kendi bildiğimi edeceğim.
Getdim məni bax şey, nişasın sizə. Arkadaşlar bu güzel manzara eşliğinde Astaraya geri döndük. Arkada dava gedir. Meryem'in ağ çorabını əsnad eləyib qapqara. Ay Allah, böyle bir değişiklik görürüm sizin Bir de aranızda. maraqlı oyunumuz olacak arkadaşlar. Doğrudan ne oyunu? Demek elimde almalı bir şey tutacağım. Gözde sigorta görünür. Yumruğumun içinde. He. Kim onu? Aha. Birinci istedim Asiye'ye değilim. Aslında olsun. Ama sonra dedim ki yok. Koy tapan olsun. Kazanan olsun. İki elimde de yazacağım, saklayacağım. Ya sağladı. He. Kim həmin şeyi tapsa He. ona Şok həmin. 100 manat dəyərində bahalı hədiyyə. Hediye. Bir sebet. Danış da ağzın axıraya tökülür sözler Yuxuluyum, ağzından. yuxuluyum. Bu nerede videonu gözlüyorsunuz samımızı yuxulamaq üçün? 100 manat dəyərində ha. Ha. 100 manat dəyərində. İlişli qaldı orada. Hə. Ha. Yaxşı, bəs nə əlində nə yazıb qoyacaqsan? Üçün kağız götürəcəm. Hə, kağızın hansı əlində olduğunu Ha, tapmalıdılar. tapacaqlar. Atıyor. Kağızı tapan kəs. Bilirəm də bir sebet. Hay? Bir Bilmirəm. sebet. Vəsibət sən udsan alınacaq sənin üçün. Ha. Ama oynamıyorum. Çünki uşaqlar arasında Çünkü ata mən seyirmişti. Demişti. Ata deməyib başqam. Məryəmlə mən Ata demişim. yok demişti ki evde sen hediye. Yox, mən demişdim ki, hədiyyə eləyəcəm. Amma Yox lan, indi amma deyirəm ki, Məryəmlə mən sənə dedik, biz səhv məlumat mən deyirəm ki, çatdırmışıq. qoy şey olsun, ədalətli olsun. Ayrı seçkilik olmasın da qazanan olsun. Artık kazandı arı sesi yolunda. Yaxşı, harda oynayırıq oyunu? Oynamıyorum oynamıyorum. Qabaqda, aslanmağın qabağında oyun aldı. Hə, Oradan da Həmin dəqiqədə alışveriş. alış-veriş ha, edirik. kimisi 100 manatlıq alış-veriş istəyirlər. Oyda. Oha. Oyda. O burada ki şansın gətirmədi bara. Meryem'i kazanacaktı. Buyur. Məryəm qazansa Məryəmi cırarlar da, yəni Yəni bildiyin. qazandı, bax elə kişi kimi deyirəm. Yəni Nedir? 100 manat yerində həll edir. Ben yazmıyorum. İstəsən rolik də aldıra bilərsən. Kimisi Ekran alıb da əmisən üçün, ekranı nəyə xərcləyirsən? Onu özün üçün gir qəşəng palpalta, rolik, hə. Sən kimi deyə ekran aldı? Ekranı eşitdim axı qulağım. Mən eşitdim Dibində. Amma ekran alıb ha. Şu, davay getdik oynamam. Mən şəxsən çox həyəcanlandım. Kaş mən də olsaydım bu oyunda. Uşaq olsaydım valla mən də oynayardım böyük bir həvəslə. Hə, oynadı. Yox, yox, o sizin oyunumuz, haqqınızdır. Bir bəxtim gətirməyəcəm, 1000% əminəm. Meryem baktı çatırdı. Vay Məryəmin başını yediniz uşağın başını. Aa. İndi bəxtim gətirməyəcəm. Bilinmir hələ nə kimə çıxacaq. Amma Məryəmə çıxsa Məryəmi cıracaqlar. Getdik. Ayda. Kimin udacağını bəlkə növbəti videoya saxlayaq. Həyəcanlı olsun biraz. Şəhriyar yatma. Ay Şəhriyar. Ürəyim sıxıldı Quranan olsun. Gedək ora çataq arkadaşlar. Bu uyuyur ayaq üstə. Arkadaşlar Məryəm deyir ki, mən qazansam sizə də bölüşdürəcəm. İndi qazanırım bunları bölüşdürmə. Rabiyə də Birinci deyir kimdir? ki, rolik alarsan, qalanını da mən üçün rolik alarsan. Mantıqlıdır əslində. Mən də qazansam, rolik alsam, pulun yarısını Məryəm verim, o da az çünki tək sürməyə Bir dənə bura bax. Hə. Deməli, videonu ən həyəcanlı qismində kəsirəm. Artıq uşaqlardan biri qalib olub, 100 manatlıq alış-verişini, hədiyyəsini alıb və o qismlərin hamısını çəkmişəm. Sadəcə burada vlogumuzun bu arada 1 saata tamam olur. Mənə maraqlıdır izləyicilərdən kim düz tapacaq. Sizcə qalib Rabiyə olub, Məryəm olub, yoxsa Əsnad olub? Rəylərdə fikirlərinizi gözləyirəm və sizcə Rabiyə qalib gəlsə 100 manatın özünə nə alar? Məryəm qalib gəlsə 100 manat özünə nə alar və Əsnad qalib gəlsə 100 manat özünə nə alar? Görüm kimlər düzgün biləcək. Növbəti videoda qalibi də onun üçün nə alındığını da sizə göstərəcəm. Onu deyə bilərəm ki, çox əsəb bozucu, çox belə qışqırtmalı bir kadrlar var da, yəni sözün əsl mənasında çox
qalmaqallı söhbətlər olub. Növbəti videonu qaçırtmayın. Bu videonu burada sonlandırıram. Videomuzu bəyəndinizsə kameranın yaddaşı doldu, gəldim. Kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Maçi Gucci. Sabah video Allahın izni ilə tez gələcək. Çünki part 2 hazırdır. Bekləmədə qalın.